Herkese salam dostlar, kanalıma hoş geldiniz. Bugün sizlere çok dadlı, tez hazırlayabileceğiniz qaymaqlı tort resepti paylaşıram. Buyurun başlayaq. Birinci biskvit için bize lazım olacak 1 stəkana 1 barmaq eksik şeker tozu, 1 stəkandan 1 barmaq eksik un. Bunu da qeyd edim ki, stəkan ölçüm 200 ml-dir. 50 ml duru yağ, 50 ml ilıq süt, 3 ədəd yumurta, 1 dolu yemək qaşığı kakao, 1 dolu yemək qaşığı xama, 1 ədəd qabartma tozu, 1 ədəd vanil. Əgər istərsəniz biskvitə kakao qatmaya bilərsiniz. İlk öncə 3 ədəd yumurtanın üzərinə şəkər tozunu hissə-hissə əlavə edib, mikser vasitəsilə ağarıb köpük olana qədər çalırıq. Sonra isə duru yağı, ilıq südü, vanili və xamanı əlavə edib yaxşıca qarışdırırıq. Üzərinə unu və qabartma tozunu əlavə edib ələkdən keçirdirik. Yumurtanın köpü sönməsin deyə bu formada qarışdırırıq. Öncədən qızdırılmış 170 dərəcəli sobada biskviti bişiririk. İlk 25 dəqiqədə sobanın ağzını heç açmırıq. Pişdi, hazırdır. Tam soyutduqdan sonra qabdan çıxardırıq. İkinci biskviti hazırlayıram. Eyni birinci biskviti hazırladığım kimi. Sadəcə olaraq 1 stəkan dolu un qatıram və kakao qatmıram. 170 dərəcə qızdırılmış sobada bişirirəm. Tam soyuduqdan sonra hər iki biskviti 2 yerə bölürəm. Tortun biskvitini islatmaq üçün bizə lazım olacaq 1 stəkan süd və 40 qram şokolad. Südü yaxşıca qızdırıb, şokoladları əlavə edib qarışdırırıq. Şokoladı şəkər tozu ilə də əvəz edə bilərsiniz. İndi isə ocaqdan götürüb tam soyuduruq. Tortun kremi üçün bizə lazım olacaq 33%lik qaymaq, 2 dolu yemək qaşığı şəkər pudrası. Kremi hazırlayacağınız qabı və qaymağı öncədən 3-4 saatlıq soyuducuya qoyun. O zaman kreminiz çox gözəl qatılaşacaq. Krem halına gələnə kimi qaymağı qarışdırdım. Hazırdır, bu formada olmalıdır. Kremin yarısına 1 dolu yemək qaşığı kakao əlavə edib qarışdırdım. İstərsəniz bunu etməyə də bilərsiniz. Tortu hazırlayacağınız qaba biskviti qoyub arasını nəmləndirin. Sadə biskvitimin üzərinə kakaolu kremdən əlavə edib hər tərəfini yaxşıca kremləyirəm. Arasına qoz səpirəm. Siz istərsəniz arasına fındıq və ya da fıstıq səpə bilərsiniz. Kakaolu biskviti də tortun üzərinə qoyub eyni qayda ilə hazırlayıram. Nəmləndirdikdən sonra hər tərəfini yaxşıca kremləyirəm. Eyni qayda ilə tortumu hazırlayıram.
İndi isə tortu soyuducuya qoyub, üzəri üçün şokoladlı glazuru hazırlayıram. Bunun üçün bizə lazım olacaq 1 paçka kakao, 25 qramlıq, 2 dolu yemək qaşığı şəkər tozu və 1 stəkandan 1 barmaq əksik süd. Ocağın üzərinə qoyub hamısını yaxşıca qarışdırırıq. Qaynara düşdükdə isə 50 qram kərə yağını əlavə edirik. Kərə yağını əlavə etdikdən sonra biraz qarışdırıb 5 dəqiqə daha ocağın üzərində qaynadıb götürürük. Duru olduğu üçün narahat olmayın, tam soyuduqdan sonra qatılaşacaq. İlıq olan glazuru tortun üzərinə əlavə edirik. Mən tortun qırağını çəkilmiş qoz ilə bəzəyirəm. Siz istərsəniz kokos ilə və yaxud da fıstıq ilə bəzəyə bilərsiniz. Tort hazırdır. İndi isə tortu gecədən səhərə və yaxud 4-5 saatlıq soyuducuya qoyuram. Çox dadlı, yumuşaqdır. Sizlər də hazırlayın. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolara like etməyi unutmayın. Hələlik.